Yaqub adında bir oğlan var idi. Kufənin yaxınlığında evləri var idi onların. Anası da çox hüsənçi idi. Hər gün ağlayırdı, deyirdi: "Oğul, məni apar Həzrəti ziyarət edin. Gedək Mədinədə İmam Hüseyn ağanı mən ziyarət edin." Deyir, gəlirdim axşam görürdüm anam ağlayır. Ana, niyə ağlayırsan? Ağamın eşqi vırıb başıma, göz yaşım axır. Oğul, bir əlac eylə amandır mənə, qəlbim daralır. İstəyirəm gedəm ağamı görüm. Bu da deyir, ana, inşallah qismət olar, səni aparıram, İmam Hüseyn ağanı ziyarət eləyərsən. Mən də ziyarət eləyərəm. Bir gün gördü Kufədə bazardan Hami qılınc alır, qalxan alır. Ay balam, nə var? Dedilər, bir xarici qiyam eləyib, Yazid əmir verib İbn-i Ziyada, İbn-i Ziyad da əmir verib Hami özünə qılınc alır, ox alır, qalxan alır, gedələr onu öldürələr. Mali, sirvəti çoxdur. Onun hər nə mənə dünya malı var, onu da qarət eləyəcəklər. Çox böyük bir müharibə gedəcəklər. Bu da gəldi, anasına dedi, ana, bir xəbər var. Mən də bəlkə getdim. Əgər orada əlimə bir qarətdən bir şey əgər əlimə düşsə, gətirzəm sataram. Səhmi tarazimi bazarıda dinar edərəm. Nigaran olma, Hüseynə səni zəvvar edərəm. Aparram ziyarət eləyərsən. Düşdü yola, gəldi. Aşura günü yetişib meydana. Gördü, gec gəlmişəm. Yaralını öldürüblər. Adamlarını öldürüblər. Gəldi İbn-i Sədin yanına, dedi, İbn-i Səd, gec gəlmişəm. İbn-i Səd dedi, yox, yaxşı vaxt gəlmişəm. Bir qılınc verirəm, bu qılınc orada bir yaralı düşüb, onun başını kəs, gəl mükafatı var. İndi Yaqub gəlir, o yaralının başını kəsə, gedə mükafat ala, ondan sonra gedə anasını götürə aparaq ağanın ziyarəti. Gəldi, baxdı. Öz-özünə baxır, danışır, təəccüb edir. Razi həqqin əcəba bəndə-i zibətəri var. Bu gözəl qamətə səd heyf olar, qam bəstəri var. Surətindən ki Hicaz əhlinə çox bənzəri var. Gördü mehmanini avarə. İmam Hüseyn ağa gördü qonağı avara qalır, bilmir kimdir. Gördü mehmanini avarə rəis-ü səkəli. Neynədi? Cəddi Peyğəmbər öpən gözlərini açdı Hüseyn. Baxdı. Yaquba baxır. Gül kimi ləbləri güldü. Ağanın dodaqları güldü, görsən Yaqub. Gül kimi ləbləri güldü, özü baraz suxən. Dedi, Yaqub, gəlibsən başımı kəsməyəsən. Eybi yoxdur, kəs, mani olmuram. Amma başımı kəsəndən sonra tez qayıt. Tez qayıt, müntəzirim var. Edürəs saət dua. İbn-i Sədə başımı vermə, apar ver anova.
Dedi, Yaqub, mənim başımı kəsməyə gəlirsən, eybi yoxdur, kəs. Yaqub təəccüb edir, ağa sən kimsən? Hardan bildin mən kimə? Hardan bildin anam məni gözlüyür? Dedi, anığa denən, getməyin Yəsribə. Yəsrib Mədinədir. Dedi, get anığa denən, getməyin Yəsribə. Təğyir məkan etdi Hüseyin. Getməyin. İtrətin çöllərə saldı, nigaran etdi Hüseyin. Anası Fatimənin bağrını qan etdi Hüseyin. Yaqub, o Hüseyin ki tökülür zülmülə qani, o mənəm. Adı olmuş anon virdi zəbani, o mənəm. Əyildi, üzün qoydu Yaqub ağanın qədəmlərinə. Dedi, ağa ver əlini, du yaraları bağlayır.